deyəsiniz ki, bizə gəlib xütbə eləyirdi. Mən sizi çox istəyirəm, qoy bir iqrar eləyim bu minbərdən. Mən sizi çox istəyirəm, çünki siz Həzrət Fatiməni çox istəyirsiniz. Mən sizi çox istəyirəm, çünki siz Həzrət Zəhra aşıqsınız. Qoy iqrar eləyim bu sözləri. Qəbirdə lazım olar. İnşallah mənim də əlimdən qiyamət günü tutarsınız, belə yığışarsınız. Yer yersiniz, bir nəfər var idi də o, hərdən gəlib danışırdı. Bu məhəbbəti iqrar elədiyi, gedək o yanıq qapıya. Həzrət Zəhra evinə gedəyin. O, kim ucalmaq istəmirsiniz, yüksəliş istəmirsiniz, nuraniyyət istəmirsiniz, gedin də o evə. Gedin gəldiyi qapıya, çatdıq qapıya. Fizzə deyir, bir tarix bilirsiniz bugündür, Həzrət Fatimənin dünyasının dəyişməsi. Bilirdiniz, bir tarix bugündür. Şam namazından sonra Həzrət Fatimə dünyasını dəyişdi. Yəni, evdə aləm vəziyyət dəyişib indi. Bax, indi evdə aləm dəyişib. Həsən bir tərəfə gedir, Hüseyin bir tərəfə, Zeynəb bir cür ağlayır, Əli qalıb Zəhra, Zeynəbi sakit eləsin, Ümmü Gülsümü, Əsma bu tərəfdə, ey Allahu Ekber, nə evdir burada.